O Quranı deyir başınıza qoyanacaq. Gedin Quran oxuyun. Deyirəm əzizim, sən o məclislərdə iştirak etmisən? Sən görürsən ki, o məclislər əvvəlcə Quran tilavəti ilə başlayır. Görmüsən, sən görməmisən, yox onu. Görmək istəmirsən ki, o məclislər Quran tilavəti ilə açılır. Sən görməmisən ki, xətiblər Qurandan danışırlar orada. Olar ki, başıma da Quranımı qoyum, Quran da oxuyum, onun hökmlərini öyrəm, oxuyum. Olar. And ola Allah, mən hərdən düşünürəm ki, bu adamlar var, deyir, bu yoxdur, o yoxdur, bunu yoxdur, Qədir gecəsi yoxdur, Qədir gecəsinin əməlləri yoxdur. Bu adamlar neylə məşğuldular ümumiyyətlə? Yatırlar boş, hələ gecəni yatırlar, səhərdə dururlar. Siz bütün gün ekranlarda çıxırsınız, deyirsiniz, Qədir gecəsi yoxdur, əməlləri yoxdur, o yoxdur, bu yoxdur. Başa düşdüm. Nə var? İnsanların niyə ibadətinə mane olursunuz? Bu insanlar nə pis iş görürlər? Bir dəfə çıxın ekranlarda deyin ki, şərabxorluq olmaz, əyyaşlıq olmaz, o olmaz, bu. Bir dəfə demirsiniz, bu namaz qılanların olan qalan namazını niyə əllərindən almaq istəyirsiniz? Adam neyinir ki, gecədən səhərə qədər oturur Allaha deyir ki, bir ki, ya Allah, ay Allah, bağışla məni, günahlarımı Peyğəmbərə deyir, bağışla məni, İmam Əliyə deyir, bağışla məni. Allah'a deyir də. Allah'a deyir də, deyir bir ki, ya Allah. Allahım, əzizlər, ola bilər ki, kimsə bilmir. Quranı başa qoyurlar ha. Bir gedin din xadimindən soruşun ki, nə deyirsən orada? Bax, İmam Baqirdən, yəni Ramazan ayının müştərək gecələrinin əməlindən nəql olunub. Quranı deyir, açın və öz qarşınızda tutun. Və nə deyək? Allahummə inni əsəlukə bi kitabikəl munzəl. İlahi, səni and verirəm nazil etdiyim bu kitaba. Kimədir söhbət? Kimdən istənilir? Qurandan, İmam Əlidən, Peyğəmbər, Allaha deyilir. Səni Qədir gecəsində ilahi ki, Quranı nazil etmişsən, bu Qurana səni and verirəm ilahi. Və ma fihi, və nə ki Quranda var? Nə var? Və fihi ismukəl əkbər. O Quranda ki, sənin ən böyük adların var ilahi. Peyğəmbərdən gedir söhbət. Bayaqları biri Hacı Şahin, mərhum Hacı Şahin ustadın şəklini qoyub ki, Quranı başa qoyub. Biri yazıb orada ki, Bluetooth qoşuldu. Görün insan nə qədər tərbiyəsiz insan olmalı deyə. Sən o kinvi, küdurətvi gedib 1001 yetimin malını yiyən, onun bunun namusuna baxan, gecə gündüz sərilib əyyaşlıq edən adamlara kinvi püskürmüsən. Nə istəyirsiniz bu dindar adamlardan? Nə istəyirsiniz bu Allah adamlarından? Gecə gündüz Allaha dua edən adamlardan nə istəyirsiniz? Filan kəslər min oyundan çıxıb. Ay qardaş, sən niyə özündən üstünə baxmırsan? Hicabını açmaq istəyir. Bunun nə nəticəsi varsa, o özünüz biləcəksiniz. Amma bir şey var. Əsla və əsla Allahın hökmünü yüngül sayaraq iş görməyin. Yəni boş şeydir, heç nə olmaz bunu ilə mənə. Əsas qəlbim təmiz olsun, əsas orucumu tuturam, əhl-i beyti sevirəm. Allahın hökmünü eləmə. Öz naqisliyi bildir. Əgər günah eləmisənsə, dinə ilahi, mən alçaq adamam, günahkar adamam, mən bacarmadım. Nəyin ki, sən özünü kimsə hesab edəsən və deyəsən ki, ilahi, mən səni, bu qədər rahat deyir hər şey. Hər şey bu qədər bəsit deyir. Yol qoy Allah səni, nətər deyim, hidayət edə bilsin. Qabili hidayət olasan. Yol qoy, qapı aç, körpüləri dağıtma. Bəzi xanımlar var, bir də görürsən ki, başlarını açırlar eyni ilə bu cür şeylərlə. Bir də görürsən ki, 6 aydan sonra tamamilə lüt madərzat, üzr istəyirəm, cürbəcür selfilərlə, cürbəcür mahnılarla, cürbəcür əyyaş məclislərdə deyirsən, bəs nə oldu? Başım ağrır, bəzobum var idi. Yox, bəs deyirdin ki, mən bir dənə başımı açdım, vəssalam, mənim problemim budur. Bəs bu nə geyimdir, bu nə məclislərdir, bu nə özünü aparmaqdır. Deməli, o döyürdü də, o döyürdü. Yəni, səni günah çəkdi, bəs hər şey buradan başlayır da, bunu ilə heç nə olmaz. Allahın əmrin təxvif yüngül sayırsan, bunu ilə heç nə olmaz. Əsas abrımı qoruyur. Nə oldu, niyə qorumadın abrımı? Hansı məclislərdəsən sən? Hansı məclislərdəsən sən? Bu nə özünü aparırsan sən? Əzizlər, bir günahı edərək, biz düşünməyək ki, bunu ilə heç nə olmaz. Ola bilər Allah o günahı bağışlayar.
Amma bir dənə bizim bunu ilə heç nə olmaz, günahın bağışlamaz. Bəzən Allah məhz o günahı bağışlamır ki, sən ona demirsən ki, bunu ilə heç nə olmaz. Cəmaat 1000 dənə oyundan çıxır. Cəmaatın öz hesabı var, sənin öz hesabın var. İnsan rahatlaşmaq üçün nə deyir? Əşi, cəmaat 1000 dənə oyundan çıxır da. Cəmaatın haqq hesabından sənə nə? Cəmaat öz ayağından asılıdır, sən öz ayağından. Orada Züleyxa qadınları niyə görə gətirir? Yusifə xahiş edir ki, çıx. Qadınlar əllərini kesirlər. Bununla Züleyxa sübut etmək istəyir ki, bax, məni ki qınayırsınız ki, bu oğlun yaşında cavan oğlana qarşı dözə bilmədin, onu toğladın. İndi görürsünüz ki, bunun qarşısında heç bir qadın dözə bilməz. Sən niyə özünü daha abırlı, daha namuslu qadınlarla müqayisə etmirsən? Ya o qadınlarla müqayisə eləyirsən, öz tay tuşun olan qadınlarla müqayisə edirsən. Hə, sən o qadınlarla müqayisə edirsən ki, Yusif Peyğəmbəri görəndə öz həddini gözləsin. Dindarlar tanıyıram 1000 oyundan çıxır. Amma mən dindarlar tanıyıram ki, nəinki sənin əbəcdadından daha namusludular, daha təqvalıdılar, daha imanlıdılar. Niyə onları görmürsən, hə? Çünki görmək istəmirsən. Və əsmaukəl husnə və o Quranda ki, sənin gözəl adların var ilahi. Və ma yuxafu və yurca və o şeylər ki, onlara ümid bəslənilir və onlardan qorxulur. Ən təcələni min utəqaikə minənnar. Pərverdigara bizi cəhənnəm odundan xilas elə. İndi gördünüz Quranı açanda nə deyilir? Bunu eşitmirsiniz, bunu bilmirsiniz. Yoxsa burasını sizə demirlər. Bəlkə demirlər bunları. Bunlar insanı yandırmamalıdır əzizim. İnsanlar ki, ibadət edirlər, gecə gündüz Allahdan bağışlanma diləyən kəsdən insana zərər gəlməz. Kimdən zərər gəlirsə, heç o ümumiyyətlə Allah dərgahında mömin də deyil.